Sula bağırsağın ən xoşa gəlməyən irinli iltihablı xəstəliyidir. Daha çox bağırsaq çatları və bağırsağın digər xroniki xəstəlikləri fonunda meydana çıxır. Yəni, xəstə bağırsaq çatı varsa və ya bağırsağında iltihab varsa, vaxtında müraciət etmir və nəticədə infeksiya bağırsağın içərisindən selülit qişanın altına keçir və nəticədə irinli proses başlayır. Proses kəskin formada başlayır, yəni anus ətrafında artıq irinli iltihablı proses, şişkinlik, qızartı, xəstələrdə qızdırma, halsızlıq, narahatçılıq müşahidə olunmağa başlayır. Bir neçə gün ərzində xəstəlik ağırlaşır və nəticədə pasientlər həkimə müraciət etmək məcburiyyətində qalır. Bəzən olur ki, pasientlər bütün şikayətlərin hamısını ev şəraitində keçirirlər. Yəni, anus bölgəsində bir şişkinlik, qızartı əmələ gəlir, sonra o partlayır və balaca düyün kimi bir yer yaranır və irin axmağa başlayır. Əgər xəstəlik artıq xroniki formaya keçibsə, bu zaman o sızanaq kimi, balaca düyün kimi əllənir və anus bölgəsinin ətrafında mütəmadi olaraq axıntıya, qaşınmaya, göynəməyə səbəb olur. Pasientləri biz daha çox bu formada görürük. Həkimə müraciət zamanı isə artıq əməliyyat məsləhət görülür pasientlərə. Çünki fistulanın heç bir müalicə yolu yoxdur, bu ancaq əməliyyat olunmalıdır. Pasient əgər vaxtında müraciət edirsə həkimə, daha yaxşı, komfortlu və heç bir ağırlaşma olmadan müalicəsini alıb normal həyatına qayıda bilər.